Salam dostlar, siz Docs Azərbaycan kanalındasınız. Bugün çoxunuzun maraqla soruşduğu gücü, zəkası və mühafizə instinkti ilə dünyada məşhur olan bir cinsdən danışacağıq. Kanye Corso. Bu video adi təqdimat olmayacaq. Bugün Kanye Corsonu başdan tutmuş axıra qədər danışacağıq. Hardan gəlib, hansı xüsusiyyətləri var, kimlər üçün uyğundur, hansı hallarda təhlükəli ola bilər, baxımı, qidalanması, sağlamlığı və ən əsası Kanye Corso almaq istəyənlərin bilməli olduğu bütün vacib məqamlar. Əgər güclü mühafizə iti axtarırsınızsa, yaxud Kanye Corso saxlayırsınızsa və ya sadəcə bu cinsi daha yaxından tanımaq istəyirsinizsə, bu video sizin üçündür. Yaxın oturun. O zaman çox uzatmadan başlayaq. Cinsin mənşəyi və tarixi. Kanye Corso İtaliyanın qədim Molasser tipli döyüş, mühafizə və iş itlərindən biridir. Roma imperiyasında hərbi it kimi istifadə olunurdu. Xarici görünüş və standart. Ölçü standartları FCI nömrə 343. Erkəklərdə boy 64-68 sm, çəkisi isə 45-50 plus kiloqram. Dişilərdə boy 60-64 sm, çəkisi isə 45 plus kiloqram. Baş quruluşu geniş və kubik formalı kəllə, güclü çənə, qısa alın-burun nisbəti, dodaqlar qalın, lakin həddən artıq sallanmamalıdır. Gözlər adamvari, qaranlıq rəngdə, ağıllı və ayıq ifadə. Quyruq adətən təbii, bəzən isə kəsilmiş olsa da Avropada qadağandır. Rənglər qara, boz, yəni blue grey, açıq boz, zolaqlı, açıq qəhvəyi, qara maskalı. Xasiyyəti və davranışı. Kanye Corso dünyanın ən balanslı mühafizə itlərindən sayılır. Əsas temperamenti ağıllı və itaətkar, ailəyə son dərəcə bağlı, güclü qoruma instinkti, yadlara qarşı ayıq və ehtiyatlı, aqressiv deyil, lakin təhlükə hiss etdikdə dərhal müdaxilə edir. Uşaqlarla münasibət, ailənin uşaqlarını qoruyur, sakit böyüdülmüş və sosiallaşdırılmış Kanye Corso uşaqla mükəmməl dil tapır. Başqa itlərlə münasibət, dominant ola bilər, erkən sosializasiya vacibdir. Ağıllılıq səviyyəsi, komandaları çox tez qavrayır, sahibi ilə göz təması və əməkdaşlıq qurmağı sevir, mühafizə, obediens və iz sürmə kimi sahələrdə çox uğurludur. Baxım tələbləri. Tük baxımı. Qısa tüklü, az tökən cinsdir. Həftədə bir dəfə olaraq daramaq yetərlidir. Fəsillər arası yüngül tökülmə olur. Qidalanma. Buraxılışımızın sponsoru Trendline yemlərdir. Trendline yemlərinin pişiklər və etlər üçün bütün çeşidləri mövcuddur. Əldə etmək üçün zoohouse.az şəbəkələri ilə əlaqə saxlayın. Gündəlik yüksək proteinli formul. Toyuq, mal əti, quzu əti və digər proteinli yeməklər. Böyük cins olduğuna görə sürətli böyüməyə nəzarət etmək lazımdır. Papi, yəni bala dövründə çox yüksək kalsium verilməməlidir. Sümüklərinə yük düşür. Gəzinti. Gündə ən azı 1-2 saatlıq aktivlik vacibdir. Güclü enerjili cinsdir. Sağlamlıq və problemlər. Ən çox rastlanan xəstəliklər. Hip displaziya, itlərdə çanaq problemi, entropion və ektropion göz qapağı problemləri, ürək problemləri, mast hüceyrə şişləri, allergiyalar. Ortalama ömürləri 10-12 il civarında olur, təbii ki, istisnalar da olmaq şərti ilə. Nəzarət lazımdır. İllik analizlər, çanaq rentgeni, göz müayinəsi, kardioloji check-up. Təlim və sosializasiya. Kanye Corso təcrübəli sahib üçün ideal cinsdir. Təlim prinsipləri. Sakit, ardıcıl və liderlik göstərən sahibi sevir. Qışqırıq plus sərt cəza yox. Mükafat və ardıcıllıq əsasdır. Papi ikən, yəni bala ikən müxtəlif səslərə, insanlara, itlərə alışdırılmalıdır. Öyrədilə bilən əsas sahələr mühafizə, itaət, iz sürmə, ev intizamı və sosial davranış. Ümumiyyətlə kimin üçün uyğundur? Ailəsi olanlar üçün, geniş həyəti olan evlər üçün, təcrübəli it sahibləri üçün, mühafizə və etibarlı dost istəyənlər üçün. Təbii ki, çox məsuliyyətli insanlar olmalıdır. İlk dəfə it saxlayanlar üçün çətin ola bilər. Dar mənzildə 1-2 saatlıq gəzinti olmadan yaşatmaq üçün uyğun deyil. Kanye Corso alarkən nələrə diqqət etmək lazımdır? Valideynlərin çanağı, yəni itin anasının, atasının çanağı və dirsək nəticələri olmalıdır. Kennel FCI və ya ciddi seleksiya edən yer olsun alacağınız yer. Papi, yəni bala çox qorxaq və ya həddən artıq aqressiv olmamalıdır. Gözlər təmiz, burun nəm, tük parlaq olmalıdır. Üstünlüklər və çatışmazlıqlar.
Üstünlükləri: çox güclü mühafizə, ailəyə sadiq, ağıllı və asan öyrənən, tük baxımı az olan. Çatışmazlıqları: güclü fiziki yüklənmə tələb edir, sosializasiya edilməzsə aqressiya göstərə bilər, davranışsız sahib üçün çətin idarə olunur. Qısa nəticə: Cane Corso güclü, sadiq, ağıllı və etibarlı mühafizəçidir. Doğru təlim plus güclü sosializasiya ilə ailə üçün mükəmməl dost olur. Beləliklə dostlar, Cane Corso cinsi ilə bağlı bilməli olduğunuz əsas və vacib məqamları bu videoda sizinlə bölüşdüm. Unutmayın, Cane Corso oyuncaq deyil, sadəcə görüntüsünə görə alınan it deyil. Bu cins məsuliyyət, təlim və doğru yanaşma tələb edir. Əvəzində isə sizə sadiq dost, güclü qoruyucu və ailənin bir üzvünü qazandırır. Əgər video sizin üçün faydalı oldusa, bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi, suallarınızı şərhlərdə yazmağı unutmayın. Növbəti videolarda hansı it cinsi haqqında danışmağımızı istəyirsiniz? Şərhlərdə mütləq şəkildə qeyd edin. Mən Dox Azərbaycan kanalından sizinlə idim. Özünüzə və tüklü dostlarınıza yaxşı baxın. Görüşənədək.